Salam, hər vaxtınız xeyir olsun. Mən Nəsib Əlizadə, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Bugün sizinlə Məhəmməd Füzulinin söz qəzəlini təhlil edəcəyik. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlayaraq dərslərimiz haqqında məlumat ala bilərsiniz. İndi isə keçək şeirin izahına. Deməli, söz qəzəli ictimai məzmunda yazılmış qəzəldir. Rəməl bəhrində yazılıbdır. Rəməl bəhrində yazılıbdır. Rəməl bəhrinə uyğun olaraq ağır oxunan şeirdir. Hər bir beytinin izahının altında yazmışam. İndi daha dərin şəkildə özüm izah edəcəm. Deməli, birinci beytimiz. Xəlqə ağzın sirrini hərdəm qılır ishar söz. Bu nə sirdir kim? Olur hər ləhzə yoxdan var söz. Deməli, deyir ki, aşağıda gördüyünüz kimi yazmışam. İnsanın sirrini, ağzın sirrini hər kəsə, xalqa söz açır. Və bu nə sirdir ki, deyir, söz birdən-birə yoxdan var ola bilir. Yəni, sözün danışarkən bizim sadəcə fiziki olaraq daxildən sözün meydana çıxmasını bir sir olaraq qiymətləndirir. Bu nə sirdir kim? Olur hər ləhzə yoxdan var söz. Bu burada hərdəm ifadəsi görəcəksiniz. Bu hərdəm ifadəsi hərdən deyil. Bu başqa şeydir. Hərdən sözü deyil. Hərdən ara bir deməkdir. Amma hərdəm hər vaxt, hər zaman deməkdir. Daha sonra ikinci beyt artıran söz qədrini sidq ilə qədrin artırar. Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Deyir ki, sözünün qədrini artıran şəxs, sözünü dəyərli, qiymətli edən şəxs öz qədrini, öz dəyərini artırmış olur. Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Deyir ki, danışdığın söz nə qədər dəyərlidirsə, sənin də dəyərin bir o qədər artıq olar. Yəni təkcə burada Füzuli özündən və ya bir şəxsdən söhbət eləmir. Ümumiyyətlə söz qəzəlində sözün mahiyyətini, insanlara üçün danışmağın, lazım olan yerdə lazım olan fikirlərini səsləndirməyin vacibliyini vurğulayır bir növ. Daha sonra ver sözə ehya ki, tutduqca səni xab-i əcəl, edə hər sayət səni ol uyqudan bidar söz. Deyir ki, ver sözə ehya ki, sözə ehya vermək canlandırmaq deməkdir. Tutduqca səni xab-i əcəl, deyir, səni tutanda xab-i əcəl də əcəl yuxusudur. Deyir ki, sözünü canlandır. Nə demək canlandır? Deyir, səni sözünü diri tut, yəni gözəl sözlər danış ki, səni ölüm haqlayanda, yəni ölüm gələndə, öləndə və ya edə hər sayət səni ol uyğudan bidar söz. Sən öləndən sonra sənin danışdığın sözlər xatırlansın və bir növ danışdığın sözlərlə yaşamış olasan. Yəni səni danışdığın gözəl sözlər sən öləndən sonra yaşatmış olsun, deyir bu beytdə müəllif. Daha sonra bir nicari əmbərin xəttir könüllər almağa. Göstərər hərdəm niqabi qeybdən rüxsar söz. Deyir ki, söz könüllər alan gözəldir. Nicari əmbərin xəttir, gözəl qoxulu bir gözəldir. Ara bir niqabı götürər üzündən və üzünü göstərər, könülləri şad eləyər. Daha sonra hazini gəncini əsrardır hərdəm çəkər. Dikdə izharə min gövhər əsrar söz. Deyir ki, söz sirlər xəzinəsinin xəzinədarıdır. Xazini, gəncini əsrardır. Sirlər xəzinəsinin xəzinədarı nədir? Yəni, insanın daxili aləmi söz vasitəsilə meydana çıxır. Və deyir ki, hərdəm çəkər, riştə isarə min gövhər əsrar söz. Və deyir ki, hərdən bir insan danışıb gözəl fikirlər səsləndirməkdən sanki gövhərləri bir sapa düzür. Yəni, qiymətli daşın sapa düzülməsi ilə danışılan gözəl sözün danışılmasının bənzədir. Deyir ki, necə qiymətli daşı sapa düzürsən, gözəl sözlərdən ona bənzəyir. Sanki gözəl sözləri sapa düzürsən. Daha sonra deyir, olmayan qəvvasi bəhri mərifət arif deyil. Kim sədəf tərkibi təndir lölə şəhvar söz. Və deyir ki, mərifət dənizinin üzgüçüsü olmayan şəxs arif deyil. Bu mərifət dənizinin üzgüçüsü olmayan şəxs nə deməkdir? Bir belə başa düşə bilərik ki, mərifəti, əxlaqı olmayan şəxs arif deyil. Yəni, nə qədər savadlı olsan, əxlaqın, mərifətin yoxdursa, sən arif deyilsən. Bir belə başa düşə bilərik. İki, ən əsası, Füzuli sufi idi. Və sufilikdə kamil insan problemi qoyulurdu. Kamilliyə yüksəlmək məsələsi vardı. O kamilliyə yüksəlmək üçün 4 vacib qapı var idi.
deməli şəriət, təriqət, mərifət və həqiqət. Üçüncü qapı mərifət qapısı idi. Mərifət qapısını keçəndən sonra həqiqət qapısına çatırdın. Yəni sən həqiqətə, kamil insan səviyyəsinə çatmaq üçün mərifət qapısını keçməliydin. Burada yəni sən deyir ki, həmin o kamilliyə çatmaq üçün mərifət qapısını keçməlisən. Yəni mərifət dənizində üzməsən, sən kamilliyə çata bilməzsən. Ki, deyir, sədəf tərkibi təndir, löv-löv şəhvar söz. Ardından deyir ki, əgər insanın bir bədəni qiymətli daşdırsa, sədəfdirsə, onun ən qiymətli incisi və ya şahlara layiq incisi, şəhvar, şahlara layiq incisi məhz sözdür. Yəni insanda ən vacib, ən dəyərli olan onun danışığıdır, onun sözüdür deyə mənalandıracağıq buranı. Daha sonra sonuncu beytdə deyir, gər çox istərsən Füzuli izzətin az et sözü. Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Deməli, burada Füzuli özünə xitab eləyir, özünə müraciət eləyir. Deyir ki, ey Füzuli, əgər sözünün dəyərli olmağını istəyirsənsə, yəni izzətin çox istəyirsənsə, sözün izzətini, sözün dəyərini çox istəyirsənsə, bu zaman az et söz, yəni sözü az danış. Bax, testlərdə yazır ki, Füzuli məsləhət görür ki, danışmaq lazım deyil. Və yaxud da ki, sözünün hörməti olmağını istəyirsənsə, danışma. Yanlışdır, danışma demir. Deyir ki, az et, yəni az danış deyir. Əgər sözünün dəyərli olmağını istəyirsənsə, az danış. Deyir, kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Bax, bu kim var, ha? Bu kimi şəxs anlayışı olaraq başa düşməyin. Bu ki bağlayıcısıdır. Deyir ki, çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Deyir ki, yəni, çox danışmaq, çox əziz insanı xar eləyibdir, hörmətdən salıbdır. Xar etməkdə hörmətdən salmaq deməkdir. Bu, Füzulinin söz qəzəlidir. Çətin deyil. Diqqətli olsaz elə bilirəm ki, çətinlik çəkməzsiniz. Yenə deyirəm, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Paylaşın ki, daha çox insan yararlana bilsin. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd etdim ki, noyabr ayının əvvəlində, yəni bir neçə gün ərzində yeni MİQ qruplarımız fəaliyyətə başlayacaq. Dərslərə qoşulmaq üçün elə indidən qeydiyyatdan keçə bilərsiniz. Sağ olun.